Muhterem Müslüman qardaşlarım, Allah-u Teala'nın bizlərə bəxş etmiş olduğu ən üstün və ən dəyərli nimət iman nimətidir. Bu nimət bizlərə içərisində yaşadığımız bu dünyadan sonraki vəd olunmuş əbədi həyatda əbədi bir xoşbəxtliyi təmin edəcək böyük bir nimətdir. Unutmayaq ki, Allah-u Teala'nın kitabında nazil olunan ayələr bizdən əvvəlki kişilərin həyatını necə dəyişib? Açın, baxın qardaşlarım. Görün necə insanlar iman etdikdən sonra hansı səviyyədə bir insana çevrilir. Əgər Allah Subhanahu taala bizim qəlbimizdə hidayəti verib və iman gətirməyi nəsib edibsə, Allah Resulü sallallahu aleyhi ve sellemin qohumu, əqrabası olmasaq belə, qardaşı olmaq şərəfinə nail olmuşuq. Allah Resulü sallallahu aleyhi ve sellem bizə xitabən səhabələrinə demişdi ki, məni görmədən, axır zamanda mənə iman edən və məni təsdiq edən, Allahın əmrlərinə itaət edən qardaşlarım olacaq. O bizlərik, o bizik. Özünə iman bəxş edilmiş qardaşları bizik. Xutbənin əvvəlində oxuduğum ayə hər nə qədər çətin, ağır ayələr olsa da, həqiqətdir qardaş. Bizi elə bir zaman, elə bir an, elə bir hesab gözləyir ki, heç kimin heç kimə yardımını etməyəcəyi bir gündür. Artıq biz qəbul etmişik. Biz bilirik ki, bu dünya fanidir və bu dünyadan köçəcəyik. Bəs Quran-ı Kərimdə Allahın bizə xatırlatdığı ağırlı, acılı cəhənnəm və onun haqqındakı ayələr bizi nə qədər titrədir? O əzab, orada çəkilənlər, heç kimin sənə kömək edə bilməyəcəyi o çətinlik, o sıxıntı bizə nə qədər təsir edir? Yəni bizim həyatımıza nə qədər dəyişib bu? Və ya təm tərsini deyim də qardaş. Allah-u Teala'nın vəd etdiyi gözəlliklərlə dolu cənnətin olduğunu bildiyimiz halda biz özümüzü nə qədər dəyişmişik? O ayələr bizə necə təsir edir qulaq asanda və ya oxuyanda? Niyə qardaşlardan danışır? Niyə deyir ki, birinci qardaşından qaçacaqsın? Bax, Quran-ı Kərimdə hamımızın yaxşı bildiyi, oxuduğu bir surə var. Yusuf surəsi. Əvvəlində belə Allah Subhanahu deyir ki, İnnə əhsənəl qasasi. Bu ən gözəl qissədir deyir. Bəli, Yusuf quyuya öz qardaşları tərəfindən atılmışdı. Bizim bu dünyada da imtihanlarımızın ən çətini məhz bizim qardaşlarımızla çəkdiyimiz imtihandır. Məhz buna görə də, baxın, Allah Subhanahu deyir ki, o gün deyir, kişi qardaşından qaçacaq. Birinci deyir, qardaşından qaçacaq. Bu önəmli bir məsələdir, qardaş. Baxın, aramızda qan bağı yoxdur, amma qan bağınla bizə bağlı olan qardaş kimi din bağı ilə birləşən qardaşın haqqı və hüququ var üstümüzdə. Bugün danışmağımın və söhbət etməyimin məqsədi qardaşlığımızı möhkəmləndirməkdən daha ziyadə özümüzü möhkəmləndirməkdir. Özümüzü, qardaş. Biz özümüzü, qəlbimizi imanla möhkəm və fəth olunmayacaq bir qalaya çevirməsək, şeytan davamlı vəsvəsələ verəcək, şeytan bizi azdırmağa çalışacaq, çünki söz verib. Amma bunun ən gözəlini də biz bilirik nədir? Zikir və Quran oxumaqdır. Açın, ayələri oxuyun. Vallahi sahabələrdən elə kişilər olub ki, Quran ayələrini özləri oxuyanda onun dəhşətindən özlərindən gediblər. O cəhənnəm ayələrini oxuyanda özlərindən gediblər. Birini deyəcəm, bax, qardaşlar. Allah Resulü s.ə.v doğma əmisi Əbu Ləhəb sağ ikən haqqında Ləhəb surəsini nazil edir Allah Subhanahu. Sağ idi adam, yaşayırdı, səhabə isə
Düşünün ki, 5 vaxt sabahda bəzən təbbət yedə əbi ləhəbi və təbbə deyə Quran ayəsi oxuyur. Əbu Ləhəbin əlləri qurusun, qurudu da. Və onun cəhənnəmdəki halını, xanımın onun atəşinə odun daşıyacağını dilə gətirirdilər. Bu cəhənnəm haqqında, bu əzab haqqında ayəni oxuyur, onu çəkəcək adamı da üzünə baxırdılar. Diqqət edin, ey qardaş. Bu, canlı yaşantı deməkdir. Allah-u Teala möhür vurmuşdu. Bilirdi ki, Əbu Ləhəb iman gətirməyəcək. Gətirmədi də. Səhabə nəyə öyrəndi, qardaş? İmanın Allahın lütfü ilə olduğunu, qohum əqrabanın bizə bir fayda verməyəcəyini, malın, mülkün, vəzifənin, statusun heç bir məqsəd daşımadığını öyrəndi, qardaşlarım. Səhabə içərisində nüfuzlu şəxslər yox idi mu? Əlbəttə ki, var idi. Amma görün, kimə nəsib oldu ilk əzanı vermək? Həbəşli bir köləyə. Bilal Həbəşi radiyallahu anh. Bugün dünyanın dörd bir tərəfində verilən əzanlardan qazanılan savabların birincisi o şəxs olduğu üçün ona da çatır. Bu böyük bir neymətdir, qardaş. Biz də oxuyuruq o ayələri. Biz də bilirik ki, cəhənnəmdə bizə əzab edilə bilər. Biz də ora gedə bilərik, Allah qorusun bizi. Amma həmçinin çevirib digər ayələrdə baxırıq ki, cənnət də var bizim üçün orada. Bu ikisini bildiyimiz halda biz bu ikisinin arasında seçim kimə soruşsam, qardaş, kimə soruşsan deyəcək ki, mən cənnətə getmək istəyirəm. Amma kimə soruşsan ki, cənnətə getmək üçün bu əməllər etmək lazımdır, sonra eləyərəm, hələ cavanam, biraz da keçsin, ertələmə. Getməyə tələsir, amma gedərkən o yolda irəliləmək istəmir. Bax, sizə and içirəm, vallahi, billahi, tallahi, qardaşlar, cəhənnəmə gedən yolun rahatlığına fikir verməyin. Bizi cəhənnəmə aparan yol o qədər rahatdır ki, ləzzətlərlə doludur, bütün nəfsimizə xoş gələn şeylər, hər şey cəhənnəmin yoluna düzülüb. Amma vallahi cəhənnəmin özü elə şirin deyil, biləsiniz. O qədər rahat deyil. Cəhənnəmə gedən yol, cəhənnəmin özü qədər rahat deyil, unutmayın. Ora çox ağır yerdir, çox çətin bir yerdir. Amma sizə vəd, Allahdan vəd verildiyi üçün əminliklə deyə bilərəm ki, dözək qardaş, cənnətə gedən yoldakı çətinliklərə dözək, vallahi bizi orada rahatlıq gözləyir. Buna inanın. Seçim bizim özümüzdən asılıdır. Biz çalışsaq, Allah verəcək. Biz istəsək, Allah verəcək. Çalışmaq və Allahdan layiqli bir şəkildə istəmək lazımdır. Mən Allahdan, öz adımdan və sizin adınızdan dua edib istəyirəm ki, Allah bu evin içərisində olan, bizimlə bərabər ibadət edən bütün müsəlman bacı və qardaşlarımızı cənnətdə də biri-birinə qonşu eləsin.